Qurbağa bir möcüzədir. Bronxial asmada, bronxitdə, xüsusilə zob xəstəliklərinin bütün növlərində, həm düyünlü zob, difuz toksiki zob, haşamito xəstəliyi, endemik bütün növ zob xəstəliklərində əvəzsizdir. Birinci gündən əlin əsməsi dayanır, tərləmə dayanır, yuxu dərinləşir, ürək döyüntüləri normallaşır və təminat verir ki, bu düyün xərçəngi keçmişdir. Orada nə eləyir qurbağa? Qurbağa elə bir uşaq ürəyi vuran kimi, beləcə hiss edir adam. Heç nə dişi var, nə dırnağı var, heç nə yox. Xüsusi paltarda heç özü də birbaşa ürək vuran kimi o şüa buraxır. Yapon alimləri tapdılar onu. Və o qalxanvari vəzinin tərkibini normallaşdırır. Həm də oradan zəhəri çəkir. Səhər bağladığın əjdaha qurbağa, o güclü qurbağa, canlı qurbağa axşam ya ölür, ya ölümcül, avazını şişmiş bir vəziyyətdə olur. Çünki oradan zəhəri çəkir. Və ondan başqa qadınlarda süd vəzini mastopatiyasında, prostat vəzini adenomasında, klimaksda, oynaq xəstəliklərində, sağalmaz yaraların müalicəsində qurbağa min bir dərdin dərmanıdır.